Salam, ərvatınız xeyir olsun. Dost evinin efirində xoş gördük sizləri. Dövlət Tibbi Sosial Ekspertizə və Reabilitasiya Agentliyinin fəaliyyət istiqamətindən bəhs edən dayaq nöqtəsinə baxırsınız. Bugünkü verilişimizdə mövzu reabilitasiya xidmətlərinin təşkili, alternativ reabilitasiya xidmətləri, reabilitasiya mərkəzlərində müasir reabilitasiyanın tətbiqindən söhbət edəcəyik və bu mövzu ilə bağlı verilişimizə dəvət almış qonaqları sizə təqdim edirəm. Dövlət Tibbi Sosial Ekspertizə və Reabilitasiya Agentliyinin İdarə Heyətinin müşaviri Bahadur Rızayev. Bahadur müəllim, xoş gördük sizi. Və eyni zamanda vətəndaşların sosial rifahı naminə İctimai Birliyin sədri İradə Rızazadədir. İradə xanım, sizi də xoş gördük. Sağ olun. Bahadur müəllim, elə istəyərim ilk sualımız, elə ilk girişimizdə bundan başlayaq. Agentliyin fəaliyyət istiqamətindən bağlı danışardınız. Buyurun. Agentliyimiz 2020-ci ildə təsis edilmişdir və əsas fəaliyyət istiqamətləri əlilliyin ekspertizası, qiymətləndirilməsi, vətəndaşlarımızın tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunması və vətəndaşların reabilitasiya vasitələri, köməkçi texnologiyalarından təminatı istiqamətində olmuşdur. Fəaliyyətindəki uğurlar, müsbət dinamika və şəffaflığın təmini nəticəsində Cənab Prezident tərəfindən böyük bir etimad göstərilərək Nazirliyə və Agentliyə müddətli həqiqi hərbi xidməti çağırışçıların da yekun tibbi qiymətləndirilməsi 2024-cü ilin 1 iyun tarixindən Agentliyə həvalə olunmuşdur. Və hal-hazırda Agentliyin 4 əsas fəaliyyət istiqaməti mövcuddur. Fəaliyyət istiqamətindən danışdıqda reabilitasiya mərkəzlərində əlilliyi olan şəxslərə hansı sahədə, hansı istiqamətlərdə xidmət göstərirlər? Elə bundan da başlayaq. İlk növbədə mən Agentliyin reabilitasiya mərkəzləri haqqında məlumat vermək istərdim icazənizlə. Buyurun. Demək, Agentliyin hazırda 17 reabilitasiya müəssisəsi mövcuddur. Bunlardan biri protez ortopedik istehsalat və reabilitasiya müəssisəsidir, hansı ki vətəndaşların protezlərinin istehsalı və hazır vasitələrlə, reabilitasiya vasitələrindən təminatını həyata keçirir. Digər müəssisələr isə reabilitasiya xidmətləri ilə vətəndaşları təmin edir. Qeyd etməliyəm ki, 16 reabilitasiya müəssisəsindən 4-ü uşaq reabilitasiya mərkəzləridir və 18 yaşındakı əlilliyi olan uşaqlarımızın reabilitasiyası həmin müəssisələrdə həyata keçirilir. Fürsətdən istifadə edərək reabilitasiya mərkəzlərimizə qəbul barədə danışmaq istərdim ki, stasionar xidmətlər üçün reabilitasiya müəssisələrimizə qəbul elektron qaydada həyata keçirilir. Lakin vətəndaşlarımızın əks göstərişlərlə bağlı müayinə edilməsi məqsədindən dost mərkəzləri və ya tibbi sosial ekspertiza komissiyalarına yaxınlaşaraq orada reabilitasiya xidmətləri üçün belə deyək, elektron rezervasiya formalaşdırılmasını birinci addım olaraq atılmalı addımdır. Vətəndaşlarımız tərəfindən elektron rezervasiya formalaşdırıldıqdan sonra birbaşa həmin məlumatlar reabilitasiya müəssisəsində olur və vətəndaşlarımız reabilitasiya müddəti tarixi gəldikdə həmin müəssisələrə yaxınlaşa bilərlər. Qeyd etməliyəm ki, rezervasiya formalaşdırılması zamanı vətəndaşlarımız vaxt seçimi, yəni tarix seçimində və mərkəz seçimində azaddılar. Yəni ki, Bakı qeydiyyatında olan bir vətəndaşımız, belə deyək ki, regionlarda yerləşən reabilitasiya müəssisələrimizdə xidmət ala bilərlər. Eləcə də vaxt seçimləri, yenə də dediyim kimi, çarpayı doluluq vəziyyətinə uyğun olaraq vətəndaşlarımız tərəfindən özlərinə uyğun şəkildə seçilmə imkanı da təmin edilmişdir. Ambulator xidmətlər, yəni ayaqda xidmət alıb sonra belə deyək ki, müəssisəni tərk edilən hallarda ambulator xidmətlər vətəndaşlarımıza hər hansı bir məhdudiyyət qoyulmur. Vətəndaşlar reabilitasiya müəssisələrinə birbaşa müraciət edərək bu xidmətləri ala bilərlər və ya yenə də dost mərkəzlərindən hər hansı bir bu istiqamətdə rezervasiya formalaşdırma imkanları da yenə də təmin edilir. Belə də bizim bölgələrdə, rayonlarda rezervasiya stasionar qaydada növbəli şəklində formalaşanda bu istiqamətdə ola bilərmi? Vətəndaş, məsəl üçün, yaşayır Akstafa rayonunda, Bakıya gələ bilmir, ona yaxın ərazilərdə olan reabilitasiya mərkəzlərində orada yararlanmaq istəyir. Ancaq bunun hansı qaydada təşkil olunur və məlumat verilir vətəndaşa?
Bildirdiyimiz kimi, rezervasiya formalaşdırılması ilə bağlı vətəndaşlarımız Dost Agentliyi və ya ərazi üzrə tibbi sosial ekspertiza komissiyasına yaxınlaşaraq rezervasiya formalaşdıra bilir. Bu proses çərçivəsində vətəndaşa bizim əməkdaşlarımız tərəfindən bütün reabilitasiya müəssisələri üzrə məlumat təqdim edilir və ən birinci prioritet təbii ki, vətəndaşa yaxın olan ərazi vətəndaşa bildirilir. Seçim öz ixtiyarına verilir, belə desək. Və bunun seçimi tamamilə vətəndaşın ixtiyarındadır. Eləcə də tarix seçimi, vaxt seçimi vətəndaşın ixtiyarındadır. Bu iki məsələdə tam vətəndaşlarımız azaddılar. Təbii ki, burada çarpayı doluluq vəziyyəti nəzərə alınmalıdır. Ona görə də biz bu məsələdə də bir rahatçılığın təmin olunması məqsədilə vətəndaşlarımız e-sosial platformasından ən yaxın boş tarixləri reabilitasiya müəssisələri üzrə görə bilərlər və o tarixləri görəndən sonra rezervasiyalarını formalaşdırma imkanları olacaq. Rəda xanım, Bahadur müəllimlə reabilitasiya xidmətlərindən danışdıq. İstərdim sizə qeyri-hökumət təşkilatlarından biri olaraq, ictimai birlik rəhbəri olaraq reabilitasiya sahəsində əlilliyi olan şəxslərin əl çatanlığının təmin olunmasında dəstək. Bundan danışardınız, buyurun. Bildiyiniz kimi qeyri-hökumət təşkilatları belə bir qurumdur ki, onlar dövlət və vətəndaş arasında bir körpüdür və bacardığı bütün məlumatlandırma prosesini həyata keçirməkdə çox böyük dəstək göstərə bilir vətəndaşlarımıza. Ona görə biz elə sosial tibbi ekspertiza ilə müəyyən görüşlər olanda da biz daha çox həm indi əlilliyi olan şəxslər, onların necə reabilitasiyası keçməlidir və harda keçir, hansı şəraitdə keçir. Çünki əvvəllər biz olmuşuq o müəyyən reabilitasiya mərkəzlərində, müəyyən şəraitsizlik də olubdur, problem də olub, amma indi biz müəyyən infoturları keçirəndə qeyri-hökumət təşkilatları ora dəvət olunur və orada biz artıq o şəraiti də görürük, müəyyən orada olan bütün personalı da görürük və görürük ki, insanlar bura gəlmək istəyir. Əsas odur. Yəni ki, insanların istəyi daha da çoxalır. Sadəcə bizim də suallarımız olurdu ki, onlar necə bura gəlirlər, hansı o növbəlilik məsələsi. Çünki insanlar var ki, şəhərdə daha çox məlumatlı olurlar, amma regionlarda və kəndlərdə bu problem olur. Biz müəyyən vaxtda monitorinqlər keçirəndə indi deyildi ki, 4 uşaq reabilitasiya mərkəzləri var. Ən çox bax bu uşaqların gətirilməsi Bakıya çox çətinlik yaradırdı. Bu istiqamətdə məlumatlandırma necə olur rayonlarda? Bakı istiqamətində məlumatlanma normaldır, amma rayonlarda ola bilsin gecikməli olur. Bunlar necə təşkil olunub? Yəni necə çatdırılır, belə deyək, məlumatlandırılır? Məlumatlandırma ilk növbədə vətəndaşlarımızın reabilitasiya xidmətləri haqqında məlumatlandırılması ilə bağlı bir neçə layihələrimiz var. Təbii ki, regionlardakı mövcud reabilitasiya müəssisələrimizdə regionların transformasiyası üzrə bir layihə həyata keçirdik və bu layihə çərçivəsində regionlarda yaşayan, əlilliyi olan şəxslərlə reabilitasiya müəssisələrinin təmasını gücləndirdik və müvafiq, belə deyək, ərazilər üzrə, reabilitasiya müəssisəsi yerləşən ərazilərimiz üzrə dövlət qurumları ilə birlikdə əlilliyi olan şəxslərin əlaqə nömrələri, onların məlumatlandırılması telefon üzərindən, kəndlərdə vizitlər, infoturlar, mərkəzlərimizin rəhbər heyəti, işçi heyəti ilə reabilitasiya günləri şəklində kəndlərdə və ətraf ərazilərdə bu şəkildə bir maarifləndirmə işini həyata keçirdik. İkinci vacib layihəmiz əlçatanlığın həm də təşviqi ilə bağlı. İkinci vacib layihəmiz ilkin əlilliyi olan şəxslərin reabilitasiyaya dəvət olunması layihəsi idi ki, çox böyük bir maraq doğurdu. Belə ki, əlillik təyinatı almış vətəndaşlarımıza 10-15 iş günü ərzində bizim əməkdaşlar, reabilitasiya istiqamətinin əməkdaşları tərəfindən telefon vasitəsilə reabilitasiya xidmətləri haqqında məlumatlandırma həyata keçirildi. Və belə deyək, vətəndaşlarımızın bir çox halda ümumiyyətlə əlillik təyin olunmasını barədə məlumatı var, amma reabilitasiya xidmətləri haqqında məlumatı olmadığını gördük və bu prosesi biraz daha təşviq etdik. Onu deyə bilərəm ki, layihəyə başladıqdan sonra artıq 2000-ə yaxın vətəndaşımız, ilkin əlilliyi almış vətəndaşımız reabilitasiya xidmətlərindən yararlanıb.
1000-in üzərində vətəndaşımız müxtəlif tarixlərə rezervasiya formalaşdırmışdı. Və bu çərçivədə mən onu deyə bilərəm ki, artıq 10.000-dən çox vətəndaşa telefon vasitəsilə bizim əməkdaşlarımız məlumatlandırma həyata keçirmişdi. Bu da düşünürəm ki, həm effektli, həm də proaktiv bir yanaşma idi ki, vətəndaşlarımızdan bir, belə deyək, hərəkət gözləmədən biz onları məlumatlandırırdıq. Eləcə də bu məlumatlandıran həm də reabilitasiya vasitələri ilə bağlı olan hissəni də vətəndaşlarımıza çatdırırdıq. Və təbii ki, o istiqaməti də təşviq etməyə çalışırıq. Əlavə olaraq, artıq qeyd elədiyi kimi İradə xanımın da davamlı olaraq media turlar, infoturlar mərkəzlərimizə təşkil olunur. Dost TV və sosial şəbəkələrdə davamlı olaraq təşviqat kampaniyaları həyata keçirilir və maksimum vətəndaşlarımızdan istədiyimiz vaxtında tez reabilitasiya prosesinə cəlb olunmalarıdır ki, bu istiqamətdə də davamlı səyləri göstəririk. Elə mən sizin sözünü niyə yarımçıq dayandırdım? Çünki rayonlarda, bölgələrdə məlumatsızlıqdan bağlı Bahadur müəllim müdaxilə etdi və izahını da verdi. Artıq neçə nəfər məlumatlıdır və buyurun, elə oradan da davam edək zəhmət olmasa. Mən həmişə də deyirəm, yəni bir qeyri-hökumət təşkilatı olaraq dövlət qurumu düzdür, o prosesləri aparır. Amma indi dövlət qurumunun mütləq vətəndaş cəmiyyəti ilə, yəni qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq daha sıx olmalıdır ki, o daha operativ, daha keyfiyyətli və daha şəffaf keçməsinə bir dəstək olacaqdır. Ona görə bizim də istəyimiz, biz eyni zamanda Sosial Müdafiə Nazirliyinin yanında İctimai Şura olaraq müəyyən ictimai dinləmələri bu ətrafda da söhbətlərimizi aparırıq və həmin onlar, o qeyri-hökumət ixtisaslı qeyri-hökumət təşkilatları bizə müəyyən ya olan problemi, ya müəyyən təklifi çatdırır və biz onları mütləq dövlət qurumuna çatdırırıq ki, gələcəkdə vətəndaşların daha çox istəyini, daha çox bu həyata keçirilməsinə nail ola bilək. Çox sağ olun və bu istiqamətdə də davam edin. Edəcəyik, bəli, güclənirlər. Nəticə də əldə olunacaq. Bəli və inanın ki, biz bir neçə proseslərdə görüşlərimizin nəticəsi olaraq biz nail olmuşuq müəyyən məsələlərə. İnşallah ki, təşkilatlara da bu nail olmağımızı biz çatdırırıq və onların da bilməsi çox yaxşıdır və bu infoturlar ki, necə Bahadur müəllim qeyd elədi, bunlar keçirilməyi daha da geniş keçirilsə və regionlarda da keçirilsə, biz o qədər artıq orada nail olmuş ola bilərik. Məlumatlı olarsınız. Çox sağ olun. Bahadur müəllim, elə diaqnozlar varmı ki, onlar reabilitasiya mərkəzlərində bu xidmətlərdən yararlana bilməzlər və əks təqdirdə yararlana bilməyən 50 olan şəxslərə hansı istiqamətdə dəstək olunur? Təbii ki, var. Belə deyək, tibbi reabilitasiya xidmətləri dedikdə görürsünüz, orada tibbi xüsusi vurğulanır. Hər bir tibbi xidmət kimi tibbi reabilitasiya xidmətlərinin də göstəriş və əks göstərişləri mövcuddur. Əks göstəriş dedikdə biz onu nəzərdə tuturuq ki, həmin vətəndaşın mövcud sağlıq vəziyyətində, diaqnozunda ona reabilitasiya, fizioterapiya xidmətlərinin göstərilməsi xeyir yox ziyandır. Və təbii ki, biz heç bir vətəndaşımıza, belə deyək ki, sağlamlığına zərər yetirmək istəmərik. Ona görə bu istiqamət xüsusi həssaslıqla yanaşdığımız bir istiqamətdir. Xüsusi həssaslıqla hər bir vətəndaşın reabilitasiya xidmətlərinə olan göstərişi, belə deyək, təhlil olunur. Və əks göstərişlər 149 saylı qərarda göstərilən qaydada uyğun olaraq həmin qərarın səhv etmirəmsə 5.5-ci bəndində ətraflı bununla bağlı bir belə deyək ki, cədvəl mövcuddur ki, hansı hallar əks göstərişdir reabilitasiya. Bura misal olaraq mən qısa deyəcəm, fəal fazada olan bədxassələşişlər, irinli nekrotik yaralar, yataq yaraları, yoluxucu zöhrəvi xəstəliklər və s. ruhi xəstəliklər, bunlar reabilitasiya xidmətlərinə əks göstərişdir. Və bu xidmətlərə əks göstəriş olduğu hallarda biz həmin vətəndaşlara stasionar qaydada tibbi reabilitasiya xidmətlərini təmin edə bilmirik. Ancaq son illərdə biz bu diaqnozu olan vətəndaşlarımızın da reabilitasiya infrastrukturundan kənarda qalmamaları üçün bir neçə addımlarımız oldu.
Bunlardan ən vacib məsələ mən qeyd etmək istədiyim onkoloji diaqnozlu pasiyentlərdir ki, biz onlarla onkoloji diaqnozu əlilliyi olan şəxslərimizin sosial-psixoloji reabilitasiyası layihəsinə başladıq. Bununla bağlı bizim mövcud psixoloqlarımıza xüsusi təlimlər verildi və qrup şəklində, fərdi qaydada, onlayn qaydada onkoloji diaqnozu olan əlilliyi olan şəxslərimizə başladıq biz sosial-psixoloji reabilitasiya xidmətləri təmin etməkdir və çox böyük rezonans və maraq yarandı. Hətta vətəndaşların bizə müraciətləri və təşəkkürlərin də gəldiyini gördük. Təbii ki, mən qısa olaraq vurğulamaq istərdim ki, 700 civarı vətəndaşımıza 2000-dən artıq seanslar təşkil olunmuşdur və təbii ki, bu layihəni genişləndiririk və daha da belə deyək ki, professional qaydada təkmilləşdirilməsi də nəzərdə tutulur. İkinci istiqamət ixtiyaz blyoz diaqnozu olan vətəndaşlarımıza onlayn qaydada sosial-psixoloji xidmətlərin verilməsidir ki, onunla bağlı da artıq belə deyək, konsept sənəd hazırlandı, mütəxəssislərimizə təlimlər keçirildi və nəticə etibarı ilə artıq 90-a yaxın bu istiqamətdə onlayn seanslar vətəndaşlarımıza təmin olunmuşdur. Mən onu qeyd etməliyəm ki, bu cür yanaşma ilə bir çox əks göstərişi olan diaqnozları biz infrastruktura əlçatanlığını təmin etməyə çalışırıq. Onların da bizim xidmətlərimizdən hansıları onlara uyğundursa, onları təmin etməyə çalışırıq. Qeyri-hökumət təşkilatları reabilitasiya mərkəzlərinin infraturlarda olurlar. Bayaq bəyan etdiniz, özünüzdə məlumat verdiniz ki, infraturlarda iştirak edirik. Və iştirak edirsiniz, orada yaradılmış şəraitlə bağlı, reabilitasiya vasitələrinin tətbiqi ilə bağlı necə qiymətləndirirsiniz reabilitasiya mərkəzlərinin iş fəaliyyətini? Biz bir neçə mərkəzlərdə olmuşuq, Proteznidə olmuşuq, orada sonra bu yaxınlarda yenə bir mərkəzdə də olduq biz və əlbəttə ki, mən qeyd elədim əvvəlcədə ki, şərait baxımından çox irəliləyiş var. Və ən əsas da odur ki, biz həmin o əlilliyi olan şəxsləri orada soruşurduq özümüz və görürdük ki, onların razılığı nə dərəcədədir. Ona görə ən birinci elə o qiymətləndirmə ilə əsas o əlilliyi olan şəxslərdir. Əlbəttə ki, orada tək mən deyildim, bir çox qeyri-hökumət təşkilatları da var idi. Onlar da onu gördülər və biz öz aramızda da bir söhbəti edəndə biz gördük ki, doğrudan da yəni yüksək səviyyədə və o qədər aparaturalar, hansılar ki, yeni bir aparaturalar idi. Əvvəl biz onları görməmişdik. Bunlar artıq orada təmin olunub. Sonra xoşumuza gəldi ki, bir böyük sahədə artıq xəstə burada bunu geyinsin, çıxsın, geçsin, hansısa mərtəbədə bilirsiniz də, o müəyyən prosedurlar ayrı-ayrı gedirdi və burada o prosedur elə bir ki, bir yerdə onun getməsi də. Yəni, mən belə başa düşürəm ki, hər bir məsələ düşünülür, müzakirə olunur və yaxşı nəticə almaq üçün onların proseslərini yaxşılaşdırmaq məsələsidir. Düzdür, indi Bahadur müəllim də dedi ki, müəyyən orada qeyd olunur ki, xəstələr var ki, onlar gəlir müəyyən o proseduraları keçirəndə o daha da ziyan edə bilər. Mən də düşünürəm ki, deməli, onların o diaqnozu həm həkim tərəfindən verilmiş, həm də ki, görsənir bir daha o mərkəzdə də, yəni mən gördüm ki, orada həkimlər də var, o çox dəqiqliklə baxılmalıdır. Çünki əvvəllər rastımıza gəlirdi ki, müəyyən proseduraları keçirəndə orada bir ziyan çəkən olmuşdu. Ağırlaşmalar ola bilər. Ağırlaşmalar olurdu və s. Bir də ən çox narazılıqlar olurdu, düzdür, mən onu həmişə demişəm, amma sonradan elə başa düşdük ki, orada düzdür, adı tibbi belə reabilitasiyada getsə, düzdür, çox xəstələr vaxtı ilə əlilliyi olan şəxslər daha düzü, onlar orada iynə dərman da alırdılar və s. və sonra başladılar ki, bu prosesi, amma Əlil Təşkilatları İttifaqı gözəl bir orada söz də dedi ki, biz dəfələrlə demişik ki, orada yalnız sosial reabilitasiyaya daha çox üstünlük vermək lazımdır. Çünki həqiqətən də belə bir şeydir ki, bunu həkimlər gərək səhiyyə sahəsinin olan insanları bundan məşğul olsun. Sadəcə indi biz də qeyri-hökumət təşkilatları o sahə ilə də məşğul olacaq inşallah. Bahadur müəllim, istərdim müasir reabilitasiya vasitələrinin tətbiqi, bundan da danışaq.
Belə deyək, İradə xanım da vurğuladı. Mən onu qeyd etməliyəm ki, reabilitasiya müəssisəsinin böyük əksəriyyəti əsaslı təmirdən çıxmışdır. Reabilitasiya müəssisələrimizdə belə deyək, təmirlə yanaşı çox ciddi şəkildə bir müasir avadanlıq fondu formalaşdırılmışdır və bu müasir avadanlıq fondu həm də robotik sistemlərlə dəstəklənən cihazlarımız mövcuddur, lokomotivlərimiz mövcuddur. Hansı ki, bu proses, belə deyək, reabilitasiya prosesinin effektivliyini daha da yüksəldir, daha da artırır. Və bu müasir avadanlıq fondunun təmin olunması təbii ki, həm də paralelində peşəkar mütəxəssislərin olmasına vacib edir və bununla bağlı da mən onu deyə bilərəm ki, yalnız son 2 il ərzində 20.000 saatdan çox təlim saatı əməkdaşlarımıza verilmişdir. Daxili ixtisas artırma kursları təmin olunur. Beynəlxalq əməkdaşlıqlar çərçivəsində Başkənd Universiteti, Romatim şirkətlər qrupu ilə əməkdaşlarımızın ixtisas artırması istiqamətində işlər görülür ki, yeni mərkəzlərimiz, müasir avadanlıq fondumuz və peşəkar həkimlərimiz. Bilirsiniz, bu reabilitasiya və tibbi xidmətlər, səhiyyə xidmətləri olsun istər. Bu 3 faktor, yəni olmadığı halda effektivlikdən danışa bilmərik. Ona görə biz hər tərəfli bu ehtiyacları görürük. Hər tərəfli resurslarımız daxilində maksimum səmərəli olmaq şərti ilə hər tərəfli bu resursların da, belə deyək ki, təmin olunması üçün layihələr, addımları atırıq. Verilişin önündə mən alternativ reabilitasiyadan bəhs etdim. İstərdim bununla bağlı da bizə məlumat verəsiniz. Alternativ reabilitasiya nədir? Çox vacib məsələdir və belə deyək, agentlik olaraq da son illər ərzində çox belə deyək, diqqət ayırdığımız bir sahədir. Artıq qeyd elədik, tibbi reabilitasiya, fizioterapiya, hidroterapiyalar, müalicəvi idman, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji istiqamətdə psixoloji, loqopedik və ergoterapevtik xidmətlər, əmək terapiyası xidmətləri vətəndaşlara təmin olunur. Ancaq bununla paralel sosial modelin də bir istiqaməti olan alternativ reabilitasiya metodları vardır. Bunlardan birinci və ən vaciblərindən biri ipoterapiya, atlarla terapiya üsuludur. Bu artıq belə deyək, Avropada geniş tətbiq olunan və sübutlara əsaslanılmış nəticəsi, belə deyək, effektiv sübutlarla təsdiq olunmuş bir metoddur. Xüsusilə autizmli uşaqlarda, Down sindromlu vətəndaşların, belə deyək, reabilitasiyasında effektlidir. Qeyd eləyə bilərəm ki, artıq 1500-ə yaxın vətəndaşımız ipoterapiya xidmətlərindən yararlanmışdır. İkinci vacib məsələ yoga terapiyalardır ki, yoga terapiyası da, belə deyək, mental durumun yaxşılaşdırılması, psixoloji durumun gücləndirilməsi ilə bağlı faydalı bir metodikadır ki, biz onu da bütün müəssisələrimizdə tətbiq edirik. Bütün müəssisələrimizdə bu metodikaları apara biləcək, təşkil edə biləcək mütəxəssislər yetişdirilmişdir və təbii ki, davamlı şəkildə yoga terapiyaları vətəndaşlarımıza təmin edilir. Əlavə olaraq rəqs terapiyaları vardır ki, bu da müasir həm də alternativ reabilitasiya metodudur ki, bu qeyd etdiyim məsələlər hər biri araşdırmalar və sübutları, artıq effektləri sübutlarla belə deyək, göstərilmiş metodlardır ki, bunları da biz mərkəzlərimizdə təmin edirik. Və əməkdaşlarımızı bu istiqamətdə yetişdiririk, vətəndaşlarımızı bu istiqamətə cəlb edirik və inanın ki, istər ipoterapiya, istər rəqs, istər yoga ilə bağlı vətəndaşlarımızdan o qədər ruh yüksəkliyi, o qədər müsbət fikirlər və bilirsiniz, əlilliyi olan şəxslərimizin bir çoxu uzun müddətli müəyyən xəstəliklərdən əziyyət çəkən vətəndaşlardır. Və o müəyyən uzun müddətli xəstəlik durumu vətəndaşların psixoloji durumuna təsir edir. Davamlı olaraq ağrının hiss olunması onların bir çox hallarda belə deyək, cəmiyyətdən kənarda qalmasına gətirib çıxardır ki, bu xidmətlər əslində həmin vətəndaşlarımızın cəmiyyətə inteqrasiyasını həyata keçirməkdə ən vacib rol oynayan xidmətlərdir ki, bunu da genişləndirməyi, daha da
Belə Planlaşdırırsınız gələcək üçün. Bəli, daha da geniş əhatə ilə tətbiq etməyi planlaşdırırıq. İradə xanım, istərdim qeyri-hökumət təşkilatları əlilliyi olan şəxslərlə bunların tədbirlərə, layihələrə, mədəni və kütləvi tədbirlərə dəvət olunmasında hansı aspektdə yaxından köməklik göstərirlər? Bundan da bir qısa toxunaq. Yəni iştirakçı, bəli, qeyri-hökumət təşkilatlarının əlilliyi olan şəxslərlə birlikdə tədbirlər və layihələrə cəlb olunması, motivasiyadan söhbət edilir bu. Bəli, əlbəttə ki, müəyyən bilirsiniz ki, qeyri-hökumət təşkilatları layihələr həyata keçirirlər və bu layihələrdə mütləq əlilliyi olan şəxsləri də dəvət edirlər. Elə lap götürsək ki, Sosial Xidmətlər Agentliyinin belə bir sosial sifarişləri olur və onları da həyata keçirən kimlərdir? Qeyri-hökumət təşkilatlarıdır. Və o reabilitasiya mərkəzlərindən də deyəndə, orada da sosial reabilitasiya mərkəzi uşaqlar üçündür. Görürsünüz, mən dedim ki, regionda, kəndlərdə və o da çox böyük effekt verir. Həmin o uşaqların sosial reabilitasiyada iştirakı, sonra deyək gün ərzi qayğı mərkəzləridir və onların içərisində o inteqrasiya məsələsi bilirsiniz ki, qeyri-hökumət təşkilatları çox tərəfdarıdır ki, bu inteqrasiya getsin və həmin o əlilliyi olan şəxslər həmin sağlam uşaqlarla bir yerdə deyək ki, həyat sürürlər. Bax, bir yerdə həyat sürürlər. Qaldı ki, müəyyən tədbirlərimiz olur. Deyək ki, istedadlı uşaqlar var, necə ki, elə biz mərkəzlərdə də görürük ki, nə qədər istedadlı rəssamı var, nə bilim, heykəltaraşı var, müəyyən rəqs məsələsi və mahnılar oxuyurlar. Biz də həmin o insanları və istər uşaq, istər böyükləri əlbəttə əlaqə saxlayırıq və biz hətta o bizi dəvət eləyəndə həmin o tədbirlərə biz orada da nə qədər biz görürük, onlarla yenə də ünsiyyətə girənlər olur, yeni bir kadrlarda cəlb eləmək istəyirik. Yəni, bax, bu əməkdaşlıq belədir. Əgər dövlət qurumu bu işləri aparırsa, qeyri-hökumət təşkilatları da aparır və bu əməkdaşlıqda yararlanan kim olur? Əlilliyi olan şəxslər. Təşəkkür edirəm. Bizə ayrılan efir vaxtı başa çatmaq üzrədir. Hər ikinizə minnətdarlığımı bildirirəm. Xatırladıram ki, verilişimizin qonaqları Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin müşaviri Bahadur Rzayev və Vətəndaşların Sosial Rifahı naminə İctimai Birliyin rəhbəri İradə Rzazadə idi. Siz Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyət istiqamətindən bəhs edən Dayaq nöqtəsi verilişinə baxırdınız. Sağ olun.